Mayın 25'i Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətli intensivləşəcək şimşək çaxacaq, cənub-şərq küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, temperatur gecə 16-19, gündüz 20-24 dərəcə isti gözlənilir. Naxçıvanda sabah demək olar ki, yağıntı ehtimalı yoxdur, lakin axşam bəzi yerlərdə arabir yağış yağacaq, temperatur 18-21 dərəcə isti ehtimalı var. Azərbaycanın bəzi rayonlarında hava yağıntılı olacaq, ayrı-ayrı yerlərdə qısa müddətli intensiv və güclənəcək, şimşək çaxacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qara keçəcək. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə güclənəcək, temperatur gecə 14-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcəyə qədər isti olacaq.